Ya Allah'ın adı. Öpürəm səni. Akif bala nətərsən, yaxşısan? Bizim gözəl Akif balamız Şirvan şəhərindən buyuruq gəlibdi, 2 gündür. Bugün 2-ci gündür. Elbala məktəbinin qonağıdır. Çox belə, çox gözəl, çox marifətli, çox tanızacaqlı, çox gözəl də perspektivaları var. Nələr var bunda, onu mən hələ 24 saat deyil da, nələr var bunda mən onu gördüm. Yəni, onları sadəcə olaraq əlinə basdan ötürmək lazımdır, əlini yerinə tutturmaq lazımdır. İnşallah ki, əgər Elbala məktəbinə müraciət edibsə də, mən də Eldanız müəllim olmaram ki, bir dənə gözəllik yaratmıram. Bir dənə sağ ol qadan alım. Bizim aksaqqalımız da gəlib. Aksaqqalsan xoş gəlsin. Allah sağlığı versin, Eldanız müəllim. Gözəl sənətkarımız, gözəl. İşlərinizə uğurlar arzulayıram. Sağ ol qadasın alım. Gözəl qoşanlara ifaçısı, darin ifaçısı, bizim qardaşımız. Həmişə siz gələsiniz. Çox sağ ol. Bu günləri Akif alır. Allah, nöqtə verilir yerindədir, ay sağ ol. Zərbəli firmon çağırır, bax. Söz səndə. Elbala məktəbi Gəncə buradır. Bəli. Allah can sağlığı versin. Çox sürprizlər olacaqdır. Bu çəkilişimizdə qoş şapalıqdan istifadə edəcəyik. İndi Dada Baba orijinalı bunun. Biraz da müasirliyə doğru getmək lazımdır. Bax, burada 1-2 var. Mən valla elə belə deməmişəm, elə belə də olmuyubdur. Elbala məktəbi Gəncəbudur. Can sağlığı, hələ heç 24 saat olmuyubdur. Sağ ol Akif bala, Allah səni var eləsin. Yəni səhər-səhərdir, bax bu çəkilişimiz. Saat haradasa 11-ə zada belə işlənmiş olar. Həm adamın ürəyi açılır, həm həvəslənir. Tələbəni də həvəslənən müəllimdir. Allah var eləsin. Sağ ol, çox sağ ol. Öpürəm. Eldanız müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimiz Dəmiryolçular Mədəniyyət Zamanı qapısı. Xalqımın ballarının üzünü açıqdır. Biz hazırıq qəbul edək. Nəyə biliriksə tələbələrlə paylaşaq. Tələsmə. Bu bir dənə də Akif balanı silkəliyim. Buyur.
Ağsaqqal keçidə bilər.